Hər kəsə salam. Gəlin sizlərlə birlikdə 7-ci sinif 2025-ci il dimindən 1-ci yarımızda 2000 test tapşırıqları cəbirdən A variantının izahına baxaq. Birinci sualda ifadəsinin qiymətini hesabla deyir. Burada deməli bizə verib ki, -38 vurulsun. Biz 3,5-in əvəzinə 3,5 qarşı kəsir kimi bu şəkildə yaza bilərik. Biz də bunu düzgün olmayan kəsirə çevirsək olacaq 10,35. Onda -38-i vurmalıyıq 10,35-ə. Bir də vurmalıyıq. Burada 19-u 2-yə bölüb, biz bir 2 kəsrə böləndə tərsini çevirib vururduq. Yəni, nə yazacağıq? Vurulsun, 19-da 2 yazmalıyıq. İndi gəlin bunu hesablayaq. Biz bir 2 -38-in məxrəci nədir? 1-dir. Burada -38-dən 19-u ixtisara bilərsiniz. Burada 1 qalacaq, burada 2 qalır, amma mənfi də var. Qabaqda onu yaddan çıxartmayaq. Burada 35-dən onu ixtisara aparsaq, burada 5-ə gedir, burada 7 qalır. 5-ə getsə, burada 2 qalır. Bu 2 ilə də bu 2-ni silə bilərik. İndi fikir verin, məxrəci nə qaldı? 1 qaldı. Yuxarıda isə mənfi qalıb, 7 qalıb, bir də 2 qalıb. 7-ni 2-yə vursaz 14. -14-ü də 1-ə bölsək, cavab olacaq -14. İkinci sualda 2003 ədədinin əksi ilə tərsinin hadisini tap deyir. 2003 ədədinin əksi nədir? -2003. Bəs tərsi nədir desəm, 1 bölünsün 2003'dür. 2003'ün tərsi 1 bölünsün 2003'dür. Burada 2003'dən 2003'lər getdi. Burada 1 qaldı, burada 1. Burada da 1'i 1'ə vursaz -1 alınacaq. Çünki qabıda mənfi də var idi. Onda 2-də cavab olacaq A variantı. Üçüncü suala baxsaq əgər, burada ifadəsinin qiymətini müqayisə ilə deyir. Burada birinci A variantında -76-nı 4,1-ə bölmək lazımdır. Gəlin bölməyə çalışaq. -76-nı 4,1-ə bölmək üçün burada böləni, yəni ikincini vergüldən azad etmək lazımdır. Yəni bunu da ona vurasınız, bunu da ona vurasınız. Onda nə alasınız? -760 bölünsün 41. Bunu ona vursam 760 elədir, bunu ona vursam -41 elədir. İndi -760-ı gəlin 41-ə bölək çubuqlu. 760-ı 41-ə bölmək istəsək əgər, 76-nın içərisində 41 bir dəfədir, 41-i çıxdıq. Gəlin burada mənfini qatmayayım. Amma aldığım cavab mənfi olacaq. Burada qeyd edeyim. Aha, 41'e çıxsam burada qalır 35. 350'nin içərisində 41 tapsam eləyir 8. 8'i 1'ə vursam 8, 8'i 4'ə vursam 32. Burada bunu çıxmağa çalışsaq eləyir 22. 22 41'ə bölünürmü? Bölünmür. Onda vergül atıram. 220'nin də içərisində 41'i tapmaq istəsəm 5 dəfə eləyəcək. 5 dəfə 41'im bizdə eləyəcək 5. 5'i 4'ə vursam 20. Burada qalır 5, 1. 150'nin içərisində də 41. 3 dəfə 3'ü 41'ə vursaz 123 və s. Bu şəkildə davam edəcək. Yəni cavab olsa tam bölə bilməyəsiniz. Çünki cavab tam alınmır. Burada alırsa ki, -18 tam %53. Anı tapdıq. İndi B-yə baxaq. B-də deməli bizdə 2-də 1-dən 4'ü çıxıb. 2-də 1-dən 4'ü çıxsaz əgər, 2-də 1-dən 4'ü çıxsaz əgər, biz alacağıq ki, 2 belə yazımda 2'də 1 çıxılsın. 4'ün əvəzinə yazaram 3,2'də 2. Yaza bilərəm də 2'də 2 nə deməkdir? 1 deməkdir. 1-lə 3'ü toplasaz 4 edir. İndi 2'də 1-dən 3'də 2'ni çıxsaq əgər alacağıq -3 tam 2'də 1. Bunun tamı yoxdur deyilən -3 yazıram. 2'də 2'dən də 2'də 1'ə çıxsam 2'də 1 qalır. Oldu belə. -3 tam 2'də 1. İndi 12'də 5'dən 3'də 5'i çıxmaq istəsəz, gələ bunu 4'ə vurasınız. Bunu 4'ə vursam əgər alıram ki, 12'də 5 çıxılsın 12'də 20. 12'də 5'dən də 12'də 20 çıxsız alırsınız ki, -12'də 15. Bu da oldu belə. Aha, bunu da bildik. Sonra isə növbəti addımda -3 tam 2'də 1 bu eləmişdi. -12'də 15'də bu eləyir. Bu olsa cavab müsbət alınacaq. Onda nə alırıq? 2'də deməli, -2'də 7. Ki, -3 tam 2'də 1 nə deməkdir? -2'də 7 deməkdir. -2'də 7-ni vuracaqsınız. -12'də 15'ə. Bu cavab olsa müsbət eləyəcək. Bunu hesablamasaz da olar. 24'də 7'ni 15'ə vursaz 105 eləyir. Bunu hesablamasaz da olar. Niyə hesablamasaz da olar? Çünki fikir verin, bu mənfi eləyəcək. Bu da mənfi eləyəcək. Amma müsbətdir. Bu da ən böyükdür. Bunu bildik. İndi C-ni bir dənə bölmək lazımdır. C-ni tapmaq üçün isə -76'nı bölməlisiniz 0,41'ə. Burada vergüldən azad eləmək üçün böləndən içindən vergüldən sonra ədəd görürsünüz 2 dənə. Onda 100'ə vurun. Bunu da 100'ə vuracaqsınız. Bunu da 100'ə vuracaqsınız. -76'nı 100'ə vursaz eləyir -7600. Burada mənfinin alınacaq cavab.
Bunu da 100'ə vursaz eləyəcək 41. Gəlin burada mənfini yazmayayım. Mənfini silin burada. Bölüm axırda cavabda mənfini yazarım. İndi 7641-ə bölmək istəsək, 76-nın içərisində 41 bir dəfədir. 41-i çıxdıq. Burada qalır 35. 350-nin içərisində 41 8 dəfədir. 8-i 41-ə vursaz alınacaq sizdə 328. 328-i çıxsaq bizdə qalınır 22. 0 yazsam buradan. Aha, deməli bu 0 aşağı düşürsəm 220. 220-nin içərisində 41 5 dəfədir. 5-i 41-ə vursam 5 205 alınır. Burada 15 qalır. 15 bölünmür deyə vergül atacağım artıq. Burada 0 yazacağım. 150-nin də içərisində 41 3 dəfədir. İndi baxın. Burada da cavab nə olacaqdı? Mənfi. Çünki mənfi ədədi müsbət ədədə bölürdüm. Onda olur mənfi 185,3. İndi fikir verin cavablara. Biz burada biraz qarışıq oldu. Bir dəqiqə. Biz A-nın cavabını nə tapmışdıq? Mənfi 18,53. B-nin cavabını tapmışıq? Müsbət ədəd tapmışıq. C-nin cavabını tapmışıq? Mənfi ədəd tapmışıq. Aha, indi biz burada müqayisə eləsək, ən kiçiyinin təbii ki, mənfi 185,3 olar, yəni C. Sonra mənfi 18,53 olar A. B isə ən böyük olacaq. Niyə? Çünki müsbət idi. Deməli, onda necə oldu variantlar? C, A və B. Bu da orada olacaq sizdə 3-də B variantı. Sonra 4-cü sualla davam edək. Deməli, 4-cü suala baxsaz əgər bu ifadəsinin qiymətini tap deyir bizə. Deməli, 3də 1-in kvadratına baxın. 3də 1-in kvadratı neçə eləyir? 3də 1-in kvadratı 9da 1 eləyəcək. 9da 1-i bölmək lazımdır. Mənfi 3də 1-in kubuna. Mənfi 3də 1-in kubu isə biz bilik ki, mənfi 1 bölünsün 27. Mənfi 27-də 1 eləyir. Kəsri böləndə tərsini çevirib vurmalıydıq. Yəni 9da 1-i vuracaqsınız mənfi 1də 27-yə. Burada fikir verin. 9-dan 27 ixtisar gedir, burada 3 qalır. Burada da elə bil ki 1 qalır. 1-i vuracaqsınız nəyə? Mənfi 3 bölünsün 1, yəni mənfi 3-ə. Bir də mənfi 3-ə vursanız cavab olar mənfi 3 D variantı. 5-ci sualda ifadəsinin qiymətini sadələşdir deyir. Burada 2-ni A-ya vursaz eləyəcək 2A. 2-ni mənfi 3B-yə vursaz çıxılsın 6B. Burada mötərizəni açaq. Qabanda mənfi var. A-mız müsbət idi. Qabanda mənfi varsa çıxa olacaq. 6B-mizin işarəsi mənfidir. Qabanda bir dərdə mənfi varsa üstə gəlsin 6B. Bir də üstə gəlsin 4A eləyir. Burada 2A-dan A-nı çıxsaq A qalır. A-nın üstə 4A gəlsək 5A eləyir. Mənfi 6B ilə də müsbət 6B bir-birini islah aparır. Cavab nə qalır? 5A, 5-də olacaq D variantı. 6-cı sualda B-nin hansı qiymətini ifadələn qiymətləri bərabərdir deyir. Bunları bərabərləşdirək. Onda 3 üstə gəlsin 2B bərabərdir. 2B üstə gəlsin 7. Burada fikir versəz əgər 2B olan hissələr eynidir. 2B-nin üstə 3 gəlib, 2B-nin üstə 7 gəlib. Yəni məntiqlə də fikirləşsəz görərsiniz ki, bunların qiyməti heç vaxt eyni ola bilməz axı. Eyni şeyin üstə 3 gəlirsən, eyni şeyin üstə bir dəfə 7 gəlirsən. Bunlar nətər bərabər olsun? Amma həllinə baxmaq istəsəz əgər, gəlin B-ləri bir tərəfə yığım. Ədədləri də bir tərəfə. Bunu bir tərəfə atarım, bunu da bir tərəfə atarım. Burada müsbət 2B-m qalır. Bu 2B-ni bu tərəfə atsaz əgər, işarəsi müsbətdir. Onda bu tərəfə atanda çıxılsın 2B olur. Burada da müsbət 7-m qalır. Bu 3-ü bu tərəfə atsam, çıx 3 olacaq. Buradan 2B-dən 2B-nin çıxsaz 0 alırsınız. 7-dən 3-ü çıxsaz 4 alırsınız. 0 4-ə bərabər ola bilərmi? Xeyr. Deməli, heç bir qiyməti ödəməyəcək. Sonra 7-ci sualda x3 olarsa ifadəsinin qiymətini tapın. Burada gəlin mötərizələri açaq. 3x çıxılsın. Birinci bu mötərizəni açacağım. Onda olacaq 4 üstə gəlsin 2x çıxılsın 1 şəklində. Bu bizə nə verir? 3 üstə gəlsin 2x. İndi bir də mötərizəni açsam 3x. Bunun işarəsi nədir? Müsbətdir. Qabanda bir dənə mənfi varsa çıxılsın 3 olur. Bunun da işarəsi müsbətdir. Qabanda bir dənə mənfi varsa çıxılsın 2x olur. Onda biz alırıq ki, deməli, x çıxılsın 3. X-in qiyməti nə idi? 3 idi. 3-dən 3-ü çıxsaq, cavab qalacaq 7-ci sualda 0, yəni B variantı. 8-ci sualda bizdə şərt verməyib. Burada böyük ehtimal ki, safla qarışıqların sayını soruşur. Saf və qarışıqların sayına baxmaq istəsəz əgər, baxırıq ki, bu safdır. Niyə? Çünki vergüllə dövrün arasında heç bir ədəd yoxdur. Deməli, bu safdır. Bu da safdır, çünki vergüllə dövrün arasında heç bir ədəd yoxdur. Bu da safdır. Neçəsi safdır? 3-ü. Hansılar qarışıqdır?
Bu qarışıqdır. Çünki vergül ilə dövrün arasında da var. Burada da vergül ilə dövrün arasında da var deyə bu da qarışıqdır. İkisi isə qarışıqdır. İndi burada şərt yoxdur deyə cavabı deyə bilməyəcəm. Tənasübündən x-i tap deyir. Tənasübün xassəsinə görə biz bilirik ki, orta ədlənin hasilə kənar ədlənin hassilə bərabər idi. Yəni x-i 25-də 12-yə vurursunuz. Yəni 25-də 12x bərabərdir. 5-də 2-ni də 10-da 3-ə vuracaqsınız. 5-də 2 vurulsun 10-da 3-ə. 25-də 12x bərabər olacaq. 5-ə 10-a vursanız 50, 2-ni 3-ə vursanız 6. Burada baxın. Vuruq, hasil. X-i tapmaq üçün nə etməliyik? Hasili, yəni 50-də 6-nı bölmək lazımdır məlum olan vuruğa, yəni 25-də 12. Buradan x-i tapmaq istəyirsinizsə 50-də 6-nı vuracaqsınız 12-də 25-ə. Burada ixtisarları aparsam 50 ilə 25 gedir, burada 2, burada 1 qalır. 6 ilə 12 gedir, burada 1, burada 2 qalır. Bunu da vursaq qabaq-qabağa 1, 2-ni 2-yə vursaq 4 olur. 4-də 1, 9-da oldu A variantı. 10-cu sualda x bərabərdir -1 olarsa ifadəsinin qiymətini hesablayaq deyir. Burada x-in yenə -1 qoyaq. Baxın. X üstü 5. -1 üstü 5 üstü nədir? Təkdir. Təkdirsə biz bir şey mənfi qalırdı. Yəni x üstü 5-im, yəni -1 üstü 5-im. Gəlin belə yazım ya da qarışmasın. Belə yazsaq 5 vurulsun, -1 üstündə 7. Çıxılsın, 8 vurulsun, -1 üstündə 10. Gəlin belə yazaq. İndi, -1-ləri qoyaq yerinə. Baxın, -1 üstü 5, -1 eləyir. Qabanda da bir dənə mənfi varsa, müsbət 1 elədi. -1-in kvadratı müsbət 1 eləyir. Qabanda bir dənə çıxılsın 1 olacaq. -1 üstü 7, -1 eləyir. 5-ə də vursam, -5, yəni çıxılsın 5 olacaq. -1 üstü 10, müsbət 1 eləyir. -8-ə də vursam, çıxılsın 8 olacaq. İndi fikir verin. Birlər buradan islah gedir. -5-dən də 8-i çıxsaq, alınacaq -13. Cavab olacaq onda B variantı. Bir də baxaq. Birdən səhv yazarıq. Deməli, -1 üstündə 5 yazdıq. 5-dən 8-ə çıxsaq, -13. Bir dəqiqə, bir də baxaq. -1 üstündə 5, -1. Qabanda da bir dənə mənfi var, müsbət 1 elədi. -1, aha, bu çıxılsın 1 eləyəcək. Burada bu -1, 5-ə vursam -5. Burada da yenə 1. Buradan da 8-ə çıxsaq, -13. Yəni, düz yazmışıq. Düzdür. Sonra, 11-ci suala baxsaq əgər ifadəsinin qiymətini tap deyir bizə. Burada deməli bizə verib ki, 2 üstündə 14 vurulsun. 5 üstü 2 üstü 3 neçə eləyəcək? 5 üstündə 6 vurulsun. 0,5 üstü 13 fikir verin. 0,5 nə deməkdir? 2-də 1 deməkdir. 10 üstündə 13 verib sizə. 2-də 1 üstündə 13 nə deməkdir? 1 üstündə 13 bölünsün 2 üstündə 13. Bunu belə yazaq. 1 üstündə 13 onsuz da 1 eləyir. Bölünsün 2 üstü 13 qalsın belə. Aşağıda bölünsün 5 üstü 4. Belədir ifadəmiz. İndi baxın. 2 üstü 14-dən 2 üstü 13 ixtisar apara bilərsiniz. Nə qalacaq? 2. Çünki böləndə üstlər çıxılır. 14-dən 13-ə çıxdınız 2 qaldı. Burada da 5 üstü 6 bölünsün 5 üstü 4 yerdə. 5 üstü 6 ilə də 5 üstü 4-ü ixtisar aparsam 2 vurulsun. 5 üstü 6-nı 5 üstü 4-ə böləndə əsaslar eynidirsə üstlər çıxılır. Altdan 4-ü çıxsaz 2. Yəni 2 vurulsun 5-in kvadratı. Bu da 2 vur 25, 50. Deməli 11-də cavab olacaq A variantı. Növbəti 12-ci suala baxaq. 12-ci sualda bizə verib ki, tənliyi həll edin. Çox sadə bir tənliyi idi təbii ki. Burada 5x-i saxlayın. Mənfi onu bu tərəfə atın. Mənfi onu bu tərəfə atsaq 7 üstə gəlsin 10 olacaq. Buradan alırsınız ki 5x bərabərdir 17-yə. X bərabərdir 17 bölünsün 5, yəni 3,5-də 2. Yəni 12-də cavab olacaq B variantı. 13-cü sual ifadəsini deyir ki, bir həllini standart şəkildə göstərin. Burada deməli 15 vurulsun. Mənfi m-in kubu üstü 4. Üstü 4-dür. Dərəcə cütdürsə bu mənfi olsa buradan gedəcək. Burada da 3-ü 4-ə vurasınız 12. Yəni neçə olacaq? 15 vurulsun m üstü 12. Vurulsun 3-də 2. Vurulsun. Üstü nədir? Cütdür. Onda mənfi oradan itəcək. Mənfi A kvadratın üstü 6. 2-ni 6-ya vursanız neçə yeyir? 12. Yəni neçə olur? A üstü 12. Bir dənə də vurasınız B-yə. İxtisarlara aparsın. 15-in üstü ixtisar gedir burada 5 qalır. 5-i 2-yə vursaz bu 2-yə eləyir 10.
10 m üstü 12 deməli a üstü 12 b. Bu şəkildə bir cavab olmalıdır bizdə. Bu da bizdə olacaq C variantı. Baxın bu variant. 14-cü sualda ifadəsinin qiymətini tap deyir. Deməli 14-ü vurmaq lazımdır. 2,14-də 2-nin əvəzinə biz nə yaza bilərik? 14-də 14-ü 2-yə vursaq 28, 30. 14-də 30 yaza bilərsiniz. 2,5-in əvəzinə isə 2,5 nə deməkdir? 10-da 25. 10-da 25 yaza bilərsiniz. Gəlin belə yazaq. Burada dostlar hamısının arasında vurmadır da. Heç bu mörtəzələri baxmayın. Atın gitsin. Burada fikir verin. Bu 14 ilə bu 14 ixtisar gedirmi? Gedir. 25 ilə 10-u ixtisar ya da 30 ilə 10-u ixtisar apara bilərik, apara bilərik. Burada 1 qaldı, burada da 1 qaldı, burada 3 qaldı. 3-ü 25-ə vursaz 75. Deməli 14-də cavab olacaq B variantı. 45 kitabı 2 həftə ilə yerləşdirdilər ki, birinci həftə 5 kitab çox oldu. 2 dənə rəfim var. Birinci rəfdə 5 kitab çoxdursa, ikinciyə x yazaram. Birinciyə x üstə gəlsin 5 yazaram. X-i bir yerdə neçə olmalıdır? 45. Toplasaq x üstə gəlsin 5 bərabərdir 45 yazacağım. Buradan 2x üstə gəlsin 5 bərabər 45-ə, 2x bərabərdir 40-a, x bərabər olacaq 20-yə. X-i 20 tapdıq. Nəyə soruşur? Birinci rəf soruşur. Birinci rəf nədir? 20 üstə gəl 5, yəni 25. 16-cı sualda deməli ifadəsinin qiymətini hesabla deyir bizə. Burada A bərabərdir, bir dəqiqə baxım. Deməli, mənfi 36-da 25 vurulsun A-nın kubu. A-mız nədir? Mənfi 5-də 6, qarşı kəsə çevirəcəm. Mənfi 5-də 6-nın da kubunu tapmaq istəsəz, belə deyək, orada mənfi üstə qalacaq, çünki üstü təkdir. 6-nın kubu neçə edir? 216, 5-in kubu neçə eləyir? 125. Belə yaza bilərsiniz. Buraya yazacağım 216, buraya yazacağım 125, amma işarəsi mənfi. Bunu da vurmaq lazımdır. Mənfi 5-in kvadratı. Mənfi 5-in kvadratı neçə eləyir? Müsbət 25. Yazdıq bunu da belə. Bunu da məxrəcinə 1 ata bilərsiniz. Mənfi 5-in kvadratı, bu arada müsbət 25 eləyir, onu da nəzərdən qaçırmayaq. İndi mənfi də vursa müsbət eləyəcək. Bu işarələr geçsin. İndi 25 ilə 125-i ixtisar apara bilərəm. Burada 5 qalar, burada 1 qalır. 36 ilə də 216-ı ixtisar apara bilərəm. Burada 1 qalar, burada 6 qalır. Bu 5 ilə də bu 25-i ixtisar apara bilərəm. Burada 5 qalacaq, burada 1 qalacaq. Məxrəc ancaq 1-lərdir. 1 vur, 1 vur, 1, 1 elədi. Surətdə isə 6 vur, 5 vur, 1, yəni 30-dur. 30-u da 1-ə bölsəz cavab eləyəcək 30. 17-ci sualda bir həddisinin qüvvəti 10 əmsalından neçə dəfə böyükdür deyir. Gəlin baxaq. Burada birinci, mənfi 2-də 1-in kvadratı tapsaz, müsbət 4-də 1 eləyir. X üstü 4-ün kvadratı, x üstü 8 eləyir. Y-in kvadratı da y kvadratı eləyir. Vurulsun. 2-nin kubu 8 eləyir. X üstü 2-nin kubu, 2-ni 3-ə vurasınız, x üstü 6 eləyəcək. Y üstü 2-nin kubu da 2-ni 3-ə vurasınız, y üstü 6 eləyir. İndi gəlin bunu sadələşdirək. Burada 8 ilə 4 ixtisar gedir, burada 2 qalacaq. X üstü 8'i x üstü 6'ya vursanız x üstü 14 eləyəcək. Y üstü 2'ni y üstü 6'ya vursanız y üstü 8 eləyəcək. Burada deməli bizim bir həddin əmsalı 2-dir. Qüvvəti isə 14 üstə gəl 8, 22-dir. Əmsalı 2, qüvvəti isə dedik ki 22. 22 2-dən neçə dəfə çoxdur? 11 dəfə. Deməli cavab olardı nə? 11. Sonra növbəti deməli baxaq 18-ci suala. 18-ci sualda bizə deyir ki, ifadəsinin qiymətini hesablayın. Gəlin hesablayaq. Burada deməli 3 üstü 3 üstü 5 bizə 3 üstü 3 vur 5 15-i verəcək, bölünsün. 8-in kubunun əvəzinə 8 nədir? 2-nin kubu, üstündə də 13 yazsam eləyəcək 2 üstü 39 vurulsun. Orada bizdə var 3 üstü 14 vurulsun. Sırtam %25 əslində burada heç gəlin beləyək. Bir dəqiqə. Bunu elə 8 üstündə 13 olaraq saxlayayım. 0,125 nə deməkdir? 1000-də 125 deməkdir, düzdürmü? Bunu 125-ə ixtisar apara bilərsiniz. 125-ə ixtisar aparsanız burada 1 qalır, burada 8 qalır. Deməli 1 bölünsün 8 üstündə 14 verir sizə. Bu da nə deməkdir? 1 üstündə 14 bölünsün 8 üstündə 14. 1 üstü 14
Biz bilirik ki zaten nədir? Elə 1-dir. Bölünsün 8 üstə 14 olacaq onda. Bərabərdir. İndi gəlin baxaq. Burada 3 üstə 15-dən 3 üstə 14 gedir ixtisar. Burada nə qalacaq? 3 qalacaq. 8 üstə 13 ilə 8 üstə 14-ü aparırsınız. Burada 8 qalır. İndi baxın. Bu tam getdi. Burada nə qaldı? 1 böl 8. 3'ü də 1 böl 8'ə bölsəm, 3'ü vurmalısınız onda 8'ə. Bu da eləyir neçə? 24. Deməli cavab nə olacaq? 24. Burada 1 deyirəm. 3'ü ev ki bununla bu getsə, burada 8 qalır. Axı burada 1 də var. Bu olur 1 böl 8. 3'ü də 8'də 1'ə bölsək, 3'ü 8'də 1'in tərsinə də 8'ə vurmalısınız. Ona görə 24 yazdım. 19 sualda deməli ifadəsinin qiymətini sadələşdir. Gəlin bir-bir baxaq. Birincisində deməli ortaq vuruq mn'dir. Mn'i çıxarsaz əgər m çıxılsın n qalar. Aşağıda ortaq vuruq n'dir. N'i çıxarsaz m çıxılsın n qalır. Buradan m çıxılsın n'lər ixtisar gedəcək. N'lər də ixtisar gedəcək. Yerdə bir dənə m qalır. M'in də qiyməti nədir? 4. Deməli birincisi də olacaq D variantı. İkincisində birinci növbədə gəlin ortaq məxrəcə gətirək. Bu ikisini ortaq məxrəcə gətirsək n m alınır. Bir dəqiqə n m. Burada isə alınacaq m kvadratı çıxılsın n kvadratı. Vurulsun m'in, bölünsün m çıx n. Buradan deməli bizim m'lərimiz deməli ixtisar gedəcək. Burada m kvadratı çıxılsın n kvadratı bölünsün m çıxılsın n alınır. Sadəcə olaraq siz bunda deməli müxtəsər vurma düsturunu bilmirik. Müxtəsər vurma düsturunu bilmədiyimizə görə n kvadratı çıxılsın n kvadratının əvəzinə daha doğrusu belə deyim də, müxtəsər vurma düsturunu hələ keçməmisiniz deyə böyük ehtimal ki bilməyəsiniz. Burada kvadratlar fərqli şəklində yaza bilərsiniz. M çıxılsın n vurulsun m üstəgəlsin n şəklində yaza bilərəm. Bölünsün m çıxılsın n. Buradan m çıxılsın n'lər gedəcək. Deməli bu ifadənin qiyməti m üstəgəlsin n-ə bərabər olacaq. M-imiz qiyməti 4-dür. N-in qiyməti 3,6-dır. Toplasaz 4-ün üstə 3,6 yəni 7,6 edir. A variantı. Əgər bunu bilmirsinizsə, təbii ki qiymətlərini yerinə qoymalısınız. M-in yerinə ev ki, baxın. Burada qiymətləri yerinə qoysaz əgər, m-in yerinə 4 qoysam, 4-ün kvadratı 16 edir. 3,6'nın kvadratını tapsız, geri 3,6'nı vurasız 3,6'ya. 6'nı 6'ya vursam 36, 3 yatda 18, 21. 3 6'ya vursam 18, 1 yatda 9, 1 yatda 10. Deməli 6, 9, 2, 1. Elədim 1296. 2 vahiddə vergül atıram. Olur 12,96. Belə yazmalısınız. Bunu da bölməlisiniz. M-dən də n-i çıxsaz 4-dən 3,6'ını çıxanda 0,4'ə. Yəni bunu hesablamaq lazımdır. Təbii ki düstur bilsəydiniz daha rahat yazardınız. 16'dan 12,96'nı çıxsam əgər alacağıq ki 3,4 olacaq. 3,4'ü də 0,4'ə bölmək lazımdır. Burada da yaxşı olar ki hər iki tərəfi belə deyim məxrəci eləməliyik ki onu kəsirdən azad eləyək. Ona görə gəlin bunu da ona vurum. Bir dəqiqə burada görünmədi. Onda bunu da ona vuraq gəlin. Bunu da ona vuraq. Bunu ona vursam bu alınır 30,4. Digər də alınır 4. İndi gəlin 30,4'ü 4'ə bölək. 30'un içinə 4 neçə dəfədir? 7 dəfə 28'i çıxırım. Burada 2 qalır. Artıq fikir verin. Tam hissə bitir. Tam hissə bitirsə vergül atırım. 24'ün içində 4 6. Oldu neçə? 7,6. Bu şəkildə yaza bilərsiniz. Sonra üçüncüsünə baxsaq. Üçüncüsündə deməli bizdə verib ki ortaq deməli çıxartsaq vuruqları. Yenə birincisində m-n ortaqdır. M-ni çıxartsaz burada bir dənə m qalır. M-ni çıxartsaz burada bir dənə n qalacaq. Bölünsün. Aşağıda ortaq m görürəm. M-i çıxartsam burada kvadratı idi. Kvadratı gətirmək üçün geri bura m yazım. Çünki m-ə vuranda m kvadratı eləyir. Üstə gəlsin n. M üstə gəlsin n'lər gedir. M-lər gedir. Bir dənə n qalır. N qiyməti neçə idi? 3,6 idi. Deməli cavab olacaq Y variantı. Sonra 20-ci sualda baxsaq əgər. 20-ci sualda fikir verin. Birinci bir hədlimiz bizim təbii ki necə şəkildədir? Standart şəkildədir. Bunu görürük. İkinciyə fikir versəz çıxma var. Çıxma varsa buna bir hədli deyə bilməyik. Çünki biz bir hədli deməli ədəd, dəyişən və onların natural üstü qüvvətlərinin hasili idi.
Ona görə ikincisine yazmalısınız ki, bu ümumiyyətlə bir hədli deyil, yəni D variantı. Üçüncüsünə fikir versəz, burada A üstü 5 var, digər tərəfdə A üstü 4 var. Deməli, bu standart şəkildə deyil. Bunun əgər biz deməli standart şəklə gətirmək istəsək, burada 2-ni 6-ya vurarsınız. 2-ni 6-ya vursanız neçə eləyir? 12 eləyəcək. A üstü 5-i A üstü 4-ə vursanız A üstü 9 eləyir. B kubu da burada qalır. Bunun deməli əmsalı eləyir 12. Qüvvətini tapsanız 9-un 3 toplamalısınız, o da eləyir 12. Deməli, buradan belə bir qərara gəlirik ki, bunun qüvvətin əmsalı bir-birinə bərabərdir. Onda olacaq C variantı. Əgər bunun videoların davamı istəyirsinizsə, kanalıma abunə ola bilərsiniz və video like atmayı unutmayın. Sağ olun, salamat qalın. Görüşənədək.